Aha. Arximed qüvvəsinə aid maraqlı bir məsələ var. Deməli, burada deyir ki, qısa şəkildə oxuyacağım məsələni. Deməli, kublar verilib, kubların çəkiləri nəzərə alınmır. Kublar maye daxilindədir və tarazlıqdadır. Kubun tili A bərabərdir 0,1 metrdir və bizə bu kubları bir-birinə bağlayan ipin uzunluğunda verib A-ya bərabər, yəni 0,1 metr. İndi bizə deyir ki, indi biz tutaq ki, bərabər sürətli bu kubları maye daxilindən çıxarırıq sudan, yəni mayədən çıxarırıq tamamilə çölə və sonda yekun Arximed qüvvəsinin gördüyü işi bizdən soruşur. İndi məsələni necə həll edirik? İlk öncə verilənləri qeyd edirəm. A bərabərdir 0,1 metr, M bərabərdir 2 kiloqram və bizdən sonda yekun Arximed qüvvəsinin işini soruşur. İndi keçirik həllinə. İlk öncə buradan bu məsələdə su hövzəsini çəkim tamamilə. Buranı silək. Başladı. Deməli, ilk öncə verilənləri qeyd edirəm. Deməli, kubların çəkiləri nəzərə alınmır. Və burada kubun daxilində cisim var. Cismin ağırlığını göstərirəm. Aşağı doğru mc ağırlıq qüvvəsi təsir göstərir cismə. Bu kublar maye daxilindədir, düzdürmü? Maye daxilində olduğu üçün maye tərəfindən cisimlərə, yəni kublara Arximed qüvvəsi təsir göstərir. Bu Arximed qüvvələrini də qeyd edək. Yuxarıya doğru F Arximed. Buradan da yuxarıya doğru F Arximed. Və bizə şərtdə deyir ki, bu kublar maye daxilində tarazlıqdadır. Deməli, nə yazacağım? mc bərabərdir. Bax, bu Arximed qüvvələrin cəmini, yəni F Arximed üstəgəl F Arximed. Bu da edir 2F Arximed. Buradan Arximed qüvvəsini tapa bilərik. mc, m nə qədərdir? 2. mc-ni tapanda 2-ni vuracam ona, yəni 20 bərabərdir 2F Arximed. Deməli, Arximed qüvvəsi nəyə bərabərdir? 20 bölünsün 2-yə, yəni 10 newtona bərabərdir. İndi nə edirəm? Bərabər sürətlə çıxarırıq bunları. İlk növbədə mən bunu kubun tilinin uzunluğu qədər, yəni 0,1 metr hərəkət etdirdim. Birinci kubu çıxartdım mayədən kənara. İndi burada qalan hissələr qaldı. İkinci kub maye daxilindədir və təbii ki, içində də cisim var. İndi buradan təsir göstərir mc ağırlıq qüvvəsi. Amma baxırıq ki, burada birinci kub, altdakı kub maye daxilindədir. Ona təsir göstərir Arximed qüvvəsi. Amma bu mayədən xaricə çıxarılmış, baxın, bu kuba Arximed qüvvəsi təsir göstərmir. Çünki o artıq mayədən kənardadır. Mayədən çıxartmışıq onu, yəni sudan çıxartmışıq. Onda nə oldu? Baxın, burada qrafiki də qura bilərik. Yavaş-yavaş qura bilərik. Deməli, biz Arximed qüvvəsinin hərəkət, yer dəyişmədən asılılığını qururuq. Yəni, buraya yazıram L. İndi biz nə elədik? İlk öncə Arximed qüvvəsi nə qədər idi? 20 newton idi. Çünki hər iki kuba təsir göstərirdi. Düzdürmü? Buradan qeyd edirəm 20-ni. Düzdür. İndi nə elədim? 0,1 metr hərəkət etdirdim. Yəni, tilin uzunluğu qədər, kubun tilinin uzunluğu qədər 0,1 metr hərəkət etdirdim və nə oldu? Arximed qüvvəsi azaldı, oldu 10 newton. Çünki artıq burada bir cismə təsir göstərir Arximed qüvvəsi və oldu nə qədər? 10 newton. Bu da uyğun gəldi. Nə zaman? 0,1 metr yer dəyişmə olanda, onda Arximed qüvvəsi oldu 10 newton, düzdürmü? Bunu çəkirik belə. İndi keçirəm ikinci hissəyə. Mən nə edirəm indi? Yenə, baxın, bu ipi də çıxardıram buradan. Yenə 0,1 metr hərəkət etdirirəm sistemi.
İndi nə oldu? İkinci şəklimiz baxın belə oldu. Belə. İkinci halda şəklimiz belə oldu. MC var. Bu kub yenə maye daxilindədir. Ona görə buna yenə Arximed qüvvəsi təsir göstərir. F Arximed. İndi nə etdik? Biz L qədərdə, yəni 0,1 metrdə bu kubları, bu sistemi qaldırdıq yuxarı hərəkət etdirdik. Nə baş verdi? Arximed qüvvəsi dəyişmədi. Niyə? Çünki birinci kub eynən bu ikinci haldakı kimi maye daxilindədir yenə də. Ona görə də nə edirəm indi? 0,1 metr yenidən hərəkət etdirdim. Amma nə oldu? Arximed qüvvəsi dəyişmədi. Sabit qaldı. Bunu çəkdik. İndi nə edirəm? Yenə 0,1 metr hərəkət etdirirəm sistemi. İndi nə baş verir? Baxaq. İndi artıq mən hər iki kubu çıxartdım mayədən kənara. Burada MC ağırlıq qüvvəsi təsir göstərir sistemə, bu cismin ağırlıq qüvvəsi də yəni. Amma Arximed qüvvəsi nə oldu? Sıfıra bərabər oldu. Çünki nə üstdəki kuba, nə də altdakı kuba Arximed qüvvəsi təsir göstərmədi. Ona görə nə etdik? 0,1 metr hərəkət etdirəndə sistemi Arximed qüvvəsi düşdü sıfıra. Bizdən indi soruşur Arximed qüvvəsinin gördüyü işi hesablayın. Yəni Arximed qüvvəsinin gördüyü işi hesablayanda baxın bu Arximed qüvvəsinin yerdəyişmədən asılılıq qrafikidir. Biz qüvvənin yerdəyişmədən asılılıq qrafiki veriləndə nə edirdik? Görülən işi tapmaq üçün fiqurun sahəsini tapırdıq. Baxın ümumi bu fiqurların sahəsini tapacağım. İndi bunları bir-bir tapırıq. İlk öncə baxırıq buradakı kuba. Birinci bu kub deyirəm. Trapesiyaya. Burada trapesiya əmələ gəldi. Bu trapesiyanın sahəsinə baxıram. Bir oturacağı 20-dir. Bir oturacağı 10-dur. Düzdürmü? Onda S fiqur bərabər olur nəyə? 20 üstə gəl 10 bölünsün 2 vurulsun hündürlük. Yəni 0,1. Bu nəyə bərabər olur? 30 bölünsün 2 vurulsun 0,1. Bu da nə verir mənə? 15 vurulsun 0,1. Yəni 1,5. 1,5. Keçirəm ikinci fiqura. İkinci fiqur da düz bucaqlıdır. Bir tərəfi burada 0,2 olmalıdır. Burada 0,3. Hamısını 0,1 yazmışam. Deməli, indi 0,2 ilə 0,1 arası nə olur? 0,1 metr. İndi burada görülən işi hesablayanda, fiqurun sahəsini hesablayanda düzbucaqlının uzunluğu 10, eni 0,1, yəni 0,2 ilə 0,1 arası. Vururam 0,1'ə, bu eləyir 1. Düzdürmü? Yəni keçirəm burada üçbucağın sahəsini tapıram. Üçüncü. Burası 0,1, katetlərdən biri 0,1 vurulsun. İkinci kateti 10 bölürəm 2'ye. Bu da elədi nə? 1 bölünsün 2, yəni 0,5. Ümumi görülən işi hesablayanda 1,5'in üstünə gəlirəm 1'i, üstünə gəlirəm 0,5. Bu da elədi nə? 2, 3. Deməli, cavabımız olacaq A bərabər olacaq. Arximed qüvvəsinin gördüyü iş bərabər olacaq 3 joule.